Bakının Nəsimi rayonunda 2 nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. Şamaxı rayon sakini 1997-ci il təvəllüdlü Sərvər Toyota markalı avtomobilin içərisində əvvəllər tanıdığı Zamiq ilə mübahisə edib. Şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zamiqin baş və boyun nahiyəsinə əl, həmçinin baş zərbələri ilə vurub. Hadisəni törədən Sərvərin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Zamiqi təxminən 2 ildir tanıyır. Onunla dostluq münasibətlərimiz olub. Təxminən 3 ay bundan əvvəl mənə bildirdi ki, tanışı məni Dövlət Sosial Müdafiə Fonduna sürücü vəzifəsinə işə düzəldə bilər. Mən də buna səbəbdən onun tanışına 1400 manat verdim. Həmin iş alınmadığından ondan pulumu istədim. O müxtəlif vədlər verərək məni aldatdı. Daha sonra onunla əlaqəm olmadı deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs bildirib ki, həmin şəxslə onu Zamiq tanış etdiyi səbəbdən ziyan çəkdiyini bildirsə də, o məsələni kömək edə bilməyəcəyini bildirib. Daha sonra Zamiqin haqqında müxtəlif yerlərdə qeyri-etik tərzdə sözlər işlətdiyini öyrəndim. Bu səbəbdən hadisə günü axşam saat 19:30-da məsələni aydınlaşdırmaq məqsədi ilə onu görüşə çağırdım. Orada olarkən mənə məxsus avtomobillə əyləşdik. Zamiqdən haqqında başqa yerlərdə qeyri-etik ifadələr işlədib işlətmədiyini soruşdum. O həmin sözləri işlətdiyini təsdiqlədiyini və orada olan zaman da nalayiq ifadələr işlətdi. Buna görə də əsəbləşdim. Onunla aramızda mübahisə başladı. Zamiq mənə əl atmaq istəyərkən onu qabaqladım və boynundan tutaraq onun burun nahiyəsinə bir dəfə başımı ilə vurdum. Bu cinayət işinə Nəsimi rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də Sərvərin barəsində olan cinayət təqibinə xitam verilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Bakının Sabunçu rayonunda ata və oğul arasında mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin oktyabrın 30-da Sabunçu qəsəbəsi Nikolay Baybakov küçəsində yerləşən səhiyyə ocaqlarından birində baş verib. Gədəbəy rayon sakini 1996-cı il təvəllüdlü Əfsən həmin gün saat 13:15-də xəstəxananın əsas korpusunun 4-cü mərtəbəsinin boş palatasında atası Nadirin onun boğazından tutması səbəbindən aralarında münaqişə yaranıb. Mübahisə zamanı Əfsən qəsdən atasının barmağını dişləyib, əlində olan çanta ilə üz nahiyəsinə bir neçə dəfə vurub. Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirlənən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən ata oğlunu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Sabunçu rayon məhkəməsinin hökmü ilə təqsirli şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə Bakının Nizami rayonunda 2 nəfər arasında yaranan mübahisə də davadalaşla nəticələnib. Hadisəni rayonun Heydər Əliyev prospekti 182A ünvanında yerləşən Koroğlu metro stansiyasının qarşısında baş verib. Yevlax rayon sakini 1967-ci il təvəllüdlü Sərdar səyyar qaydada çiğ köftə və tərəvəz satışı ilə məşğul olan malikdən aldığı pomidor xiyar pulunu ödəməyib. Buna görə o Malik ona iradını bildirib. Bu səbəbdən Sərdar Malikin ünvanından nalayiq ifadələr işlədib, fiziki zor tətbiq edib. Onun burun nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri getirib. Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 221.1-ci xulqanlıq maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Koroğlu metro stansiyası
kafesinin qarşısında araba ilə çiğ köftə satan malikdən pomidor xiyar alıb. Pulumu ödəməyimə baxmayaraq ödəmədiyimi bildirdiyi üçün başım ilə onun sifət nahiyəsindən vurdum, ona xəsarət yetirdim. Hadisə 2-3 dəqiqə ərzində baş verdi, əməlimdən çox peşmanam deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Nizami rayon məhkəməsinin hökmü ilə Sərdar 1500 manat məbləğində cərimə olunub.